Məzhəblər əslində məktəb deməkdir. Biz onu müasir gündə məktəblərlə, universitetlərlə müqayisə edə bilərik. Və bugün məsələn, adi götürək məsələn riyaziyyat elmi. Riyaziyyat elmi rus məktəblərdə də keçirlər. Rusiyyətdə məsələn, onlarda o vaxt deyirlər, Sovet yanaşması var idi. Onların öz üslubu var idi riyaziyyatı keçmək. Avropada öz üslub var. Amerikada başqa cür keçirlər. Lakin məqsəd nədir? Məqsəd eynidir. Riyaziyyatı başa düşmək, saymaq, müəyyən bir cədvəllər düzəltmək və s. Yəni, məqsəd rəqəmlərlə işləməkdir. Müəyyən bir nəticəyə gəlməkdir. Ola bilsin, sən bu nəticəyə müxtəlif yolla gələsən, amma nəticəyə gəlirsən. Məzhəblər də qardaşlar, onların bir elmi var ki, hansı ki, onun üzərində qurulur, şəriət elmi, fiqh, yəni İslam hüququ. Lakin yanaşmalar müxtəlif olur. Hər məzhəbdə müxtəlif yanaşmalar olur. Lakin məqsəd eynidir. Hamısının məqsədi, məsələn, öyrətmək dəstəmazın şərtləri nədir, dəstəmaz necə almaq, namazı necə qılmaq, namazı nə pozur, dəstəmaz nə pozur. Eyni şeydir, lakin yanaşmalar müxtəlif idi. Terminlər müxtəlif idi. Məsələn, Hənəfi məzhəbində götürsək, onlarda məsələn, fardla vacibi ayrılır. Məsələn, bu onlarda istilahlarda fərqdir. İstilahlar da fərqlənir bu müxtəlif məsələ. Lakin nəticə itibarilə məqsəd insanlar üçün şəriəti asanlaşdırmaq, öyrətmək.